Dövlət Məşğulluq Agentliyi Astarada Peşə Festə start verib. Peşə Öyrən Gələcəyini Qur devizi ilə təşkil edilən festival gənclərin və şagirdlərin peşə seçiminə dəstək olmaq, onların karyera istiqamətində doğru addım atmalarını təmin etmək məqsədi daşıyır. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, millət vəkilləri, agentliyin idarə heyətinin sədri, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Dövlət Məşğulluq Agentliyinin ana istiqamətlərindən ən vacibi, ən önəmlisi bizim gənclərimizin gələcəyin peşələrinə hazırlamaq, onların əmək bazarına hazırlıqlı, balanslı inkişafına dəstək olmaqdan ibarətdir. Bu istiqamətdə həyata keçirdiyimiz ən önəmli tədbirlərdən biri də heç şübhəsiz ki, peşə yönümü istiqamətidir və bugün burada bu tədbirdə açılışını elədiyimiz Peşə Fest də bizim peşə yönümü istiqamətində interaktiv peşə yönümü məsləhət xidmətlərimizin ən vaciblərindən biridir. Önümüzdəki dövrdə də və yaxın keçmişdə də biz gənclərimizə, şagirdlərimizə onların bilik və bacarıq əldə etməsi istiqamətində, doğru peşə seçimi istiqamətində bir çox layihələr həyata keçirmişik və bu istiqamətdə fəaliyyətimizi də davam etdiririk. Belə festivallarla biz bugün yeniləşən dünyamızda yeni sahələrin, yeni peşələrin formalaşdığı dönəmdə gənclərimizin bu bilgilərə sahib olaraq öz gələcək həyatlarını və gələcək planlarını qurma yönündə əslində böyük bir fürsətdir bu. Əminəm ki, hər bir gəncimiz də burada yaradılmış bu fürsətdən istifadə edərək öz gələcəyini inamlı bir şəkildə quracaq. Həm öz şəxsi həyatına, həm öz ailəsinin iqtisadi və gələcək sosial həyatına, həm də bağlı olduğu dövlətin inkişafına öz töhfəsini verəcək. Son illərdə peşə təhsil müəssisələrində qəbulda böyük irəliləyiş görürük. Bu il təkcə peşə təhsili müəssisələrinə qəbul zamanı 50 minə yaxın səhv eləmirəmsə müraciət edənlər oldu. Bunlar təbii ki, peşə təhsili müəssisələrinə marağı artırır. Eyni zamanda Dövlət Məşğulluq Xidməti tərəfindən peşələrin təqdim edilməsi, gənclər arasında peşə təhsilinə marağın oyadılması və gənclərin peşələrə yönəldilməsi üçün təbliğat işlərinin aparılmasını yüksək qiymətləndirirəm. Ölkənin 11 iqtisadi rayonunu əhatə edən interaktiv karyera yönümlü layihə gənclərə və yeniyetmələrə müxtəlif peşələri tanıtmağa, onlara peşə seçimində dəstək olmağa xidmət edir. Festivalda təcrübəli işçilər öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı öz peşəkar tövsiyələrini bölüşüblər. Qeyd edək ki, növbəti Peşə Fest sentyabrın 19-da Biləsuvarda Heydər Əliyev parkında keçiriləcək. Festivalın keçiriləcəyi digər ünvanlar və tarixlər isə belədir. Tovuz 22 sentyabr, Göygöl 24 sentyabr, Ağdam 29 sentyabr, İmişli 1 oktyabr, Ağsu 3 oktyabr, Ağdaş 8 oktyabr, Qəbələ 11 oktyabr, Xaçmaz 13 oktyabr, Bakı 16 oktyabr. Qeyd edək ki, festivalda kibertəhlükəsizlik, data analitika, helpdesk, 3D animator, zinət əşyalarının dizayneri, turizm təşkilatçısı, dülgər, avtomobil təmiri üzrə çilingər, qida mühəndisi, qənnatçı, xilasedici, barista, diş texniki və baytar üzrə maarifləndirici tədbirlər təşkil olunur. İştirakçılar festivala qatılmaqla bu peşə sahələri üzrə inkişaf etməyin yolları, tələb olunan bacarıqlar, ixtisas seçimi barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.